Mən nömrə 1 Tədris Akademiyasının İbtidai sinif hazırlığı müəllimi Suğra Ağayeva. Uşaqlar, bugün mən sizin üçün 3-cü sinif mövzusu olan mərtəbə anlayışının izahını verəcəm. Deməli, biz ədədləri yazmaq üçün rəqəmlərdən istifadə edirik. Rəqəmlərimiz hansıdır? 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Deməli, bizim 10 rəqəmimiz var. Bu rəqəmlərdən gəlin ədəd düzəldək. 0-dan ədəd başlamaz. 1, 2, 3, 4, 5, 6. 123.456 ədədinin mərtəbə vahidləri şəklində gəlin vahidlərini deyək. Bu ədədin altının dayandığı mərtəbə təklik mərtəbəsidir. Təkliklər, onluqlar, yüzlüklər, minliklər, 10 minliklər, 100 minliklər. Bir də təklik, onluq, yüzlük, minlik, 10 minlik, 100 minlik. İndi isə uşaqlar, sual belə ola bilər ki, sizə belə bir sual verilə bilər ki, 2 rəqəminin mərtəbə vahidi neçədir? Uşaqlar, vahid deyəndə adı çəkilən rəqəmin altından 1 yazıram, qalanlarını 0 yazıram. Vahid nədir uşaqlar? Vahid 1 deməkdir. İndi məsələn, sual belədir. 4 rəqəminin mərtəbə vahidi neçədir? Deməli, eşitdiyim rəqəm hansıdır? 4. 4-ün altından nə dedik? 1 yazırıq, sağa doğru. Qalanları, bax, 5-in altından 0, 6-nın altından 0. Sola heç bir şey yaza bilmərik. Ancaq adını eşitdiyimiz rəqəmdən sonraya əlavə edirik sıfırları. İndi desək ki, 5 rəqəminin mərtəbə vahidi. Yenə vahid 1 yazıram, 0. Nə oldu? Onluq. 5-in mərtəbə vahidi nə oldu uşaqlar? Onluq. İndi desə 2-nin mərtəbə vahidi neçə olar? Yenə vahid deyir. Vahid deyəndə nə edirdik? 1 yazırdıq. Qalanları 0. 2-nin mərtəbə vahidi nə oldu? 10 minlik. Bəs 1-in mərtəbə vahidi neçədir? Yenə uşaqlar nə eşidirəm? Vahid eşidirəm. Vahid 1 deməkdir. 1, qalanları 0. 1-in mərtəbə vahidi nə oldu? 100 min. Bəs yaxşı, mərtəbə qiyməti desə nə edirik? Qiymət deyəndə isə eşitdiyimiz rəqəmin özünü yazarıq, sonra sıfırları yazırıq. Bax, vahid deyəndə vahid 1-dir. 1 yazıram. Mərtəbə qiymət deyəndə həmin rəqəmin özünü yazıb qalanlarını 0 yazıram. İndi desək ki, 5 rəqəminin mərtəbə qiyməti neçədir? Hansı rəqəmin adını çəkdi? 5-in. 5-in altından özünü yazıram, ondan sonranı 0. 5-in mərtəbə qiyməti 50-dir. Bəs yaxşı, 3-ün mərtəbə qiyməti nə olar? Hansı rəqəmin adını çəkdik? 3-ün adını çəkdik. Nə yazaram? 3 yazıram, olduğu kimi 3-ü yazıram, qalanlarını 0. 3-ün mərtəbə qiyməti 3000-dir. Bəs 1-i soruşsa, 1-in mərtəbə qiyməti neçədir? 1. Elə özünü yazdım, qalanları 0. Nə oldu? 1-in mərtəbə qiyməti 100 min oldu. Bəs mərtəbə vahidlərinin sayı deyəndə nə edirəm uşaqlar? Mərtəbə vahidlərinin sayı deyəndə eşitdiyimiz rəqəmin özünü yazıram. Desək ki, 6 rəqəminin mərtəbə vahidlərinin sayı neçədir? Elə deyərəm ki, 6. Bəs yaxşı, desək 3 rəqəminin mərtəbə vahidlərinin sayı neçədir? Deyərəm 3. 4 rəqəminin mərtəbə vahidlərinin sayı neçədir? Deyərəm 4. Vahid nə deməkdir uşaqlar? Vahid 1 deməkdir. Vahidlərinin sayı, yəni birlərinin sayı. İçində 4-ün içində neçə dənə 1 var? 4 dənə vahidlərinin sayı. Bəs yaxşı, 1 rəqəminin vahidlərinin sayı 1. İndi gəlin fikrimizi ümumiləşdirək. Əgər mərtəbə, tutaq ki, indi bizdən soruşur ki, 4 rəqəminin mərtəbə vahidlərinin sayı, mərtəbə vahidlərinin, əvvəlcə mərtəbə vahidini deyək, sonra mərtəbə qiymətini, daha sonra mərtəbə vahidlərinin sayını yazaq. Yazaq uşaqlar. 4 rəqəminin mərtəbə vahidi, vahid deyəndə nə yazırdıq?
4-ün altından 1 yazırdıq. Qalan bu 2 rəqəmin də yerinə altına 0 yazırdıq. Mərtəbə qiyməti deyəndə nə yazırdıq? Rəqəmin özünü yazırdım. Qiymət deyəndə qalanlarına 0. Bəs mərtəbə vahidlərinin sayı deyəndə nə edirdim? Dedik, adı çəkilən rəqəmin özünü yazırdıq. İndi isə bir tapşırıq da mən sizə verim. Rəylərdə cavabı yazarsınız. Uşaqlar, 2 rəqəminin mərtəbə vahidinin, mərtəbə qiymətini, mərtəbə vahidlərinin sayını yazarsınız.